Salam, hər vaxtınız xeyir olsun. Gündəlik veriliş efirdədir. Siz CBC FM-i dinləyirsiniz və CBC FM-i həmçinin izləmək mümkündür. Bunun üçün CBC FM Azərbaycan YouTube və ya Facebook səhifələrinə abunə olmağınız kifayətdir. Bugün biz yekunlaşan konstitusiya və suverenlik ili haqqında danışacağıq və bu il ərzində görülən işlərdən danışacağıq. Danışmaq üçün isə bizim bir qonağımız var. Qonağımız siyasi analitik Turab Rzayevdir. Salam, hər vaxtınız xeyir olsun. Hoş geldin, hər vaxtınız xeyir. Təşəkkür edirik gəldiyiniz üçün. Birinci sual belə olacaq ki, konstitusiya və suverenlik ili ərzində Azərbaycan üçün hansı əsas siyasi hadisələr baş verdi və ən yadda qalan hadisələr hansı idi? Mən düşünürəm ki, ümumiyyətlə bu il ərzində artıq hələ tam yekunlaşmasa da Azərbaycanın ümumiyyətlə inzibati idarəetmə sistemində müəyyən konstitusion islahatlara gedilməsi ilə bağlı biz ilkin işarələri gördük. Məsələn, ölkə başçısının fərqli icra başçılarını yığıb onları növbəti inzibati sistemin ilk qaranquşları olaraq təqdim eləməsi. Bundan başqa fərqli regionlardakı prezidentin xüsusi səlahiyyətli nümayəndələrinin funksiyalarının genişləndirilməsi və onlar deyək ki, artıq real olaraq icra hakimiyyətinin həmin ərazilərdəki hüquqların mənimsəməsi və s. Bu demək istəyir ki, artıq növbəti ildə xüsusilə həm konstitusion deyək ki, ölkənin quruluşu ilə bağlı, daha çox deyək ki, inzibati idarəetmə məsələləri ilə bağlı, prezident idarəetməsinin deyək ki, istiqamətləri ilə bağlı müəyyən dəyişikliklər olacaq. Həm də bu bütün ölkə boyu artıq tətbiq ediləcək. Belə deyək, artıq bu pilot layihə hissəsi məsələnin yekunlaşmaq üzrədir və görünən odur ki, ölkə rəhbərliyi də bu pilot hissədən razıdır. Bunun bütün ölkəyə tətbiq olunacağı ilə bağlı biz ilk işarələr görürük. Mənim zənnimcə artıq indi o say fərqli şəkildə düşünülə bilər, amma 13-16 arası bəlkə maksimum 18 ölkə inzibati əraziyə bu şəkildə bölünəcək və burada artıq bu yeni inzibati ərazilər birbaşa prezidentin xüsusi nümayəndələr tərəfindən idarə olunacaq. Necə ki, artıq Qarabağda və Naxçıvanda bu uğurla sınaqdan keçirildi. Növbəti ərazilərdə də bu sanki Türkiyədəki bu vilayət sistemi və Rusiyadakı quberniya sistemi kimi oxşar bir şəkildə bir idarəetmə mexanizmi qurulacaq və indiki rayonun icra hakimiyyətinin balansında xüsusilə təhsillə bağlı, deyək ki, mədəniyyətlə bağlı, maliyyə ilə bağlı, vətəndaşlara xidmətlə bağlı fərqli sahələr də bu nümayəndəlik institutlarına veriləcək. Onsuz da bunun ilkin biz artıq deyək ki, kontrollarını görürük. İstər siz təbibin, istər deyək ki, dedim ki, Mədəniyyət Nazirliyinin, deyək ki, Təhsil Nazirliyinin, Maliyyə Nazirliyinin və s. artıq regional şöbələrə keçdiyini şahid oluruq. Hətta Asan Xidmət Mərkəzlərinin belə daha çox regional fəaliyyətə keçdiyini şahid oluruq. Yəni artıq hər rayon üzrə deyil, fərqli bölgələr üzrə. Böyük ehtimal bu region mərkəzləri kimi formalaşmış bu rayonlar üzərindən də biz həmin o yeni inzibati quruluşların mərkəzlər kimi görəcəyik həmin şəhərləri. Və düşünürəm ki, bu yeni idarə etmə sistemi özü ilə bağlı daha fərqli konstitusion dəyişikliklər də gətirəcək. Bunlar deyək ki, böyük ehtimal parlamentlə bağlı ola bilər, parlamentin funksiyası ilə bağlı ola bilər, prezident idarə institutunun özü ilə bağlı, deyək ki, prezident administrasiyası ilə bağlı ola bilər, vitse-prezident institutunun konstitusiyadakı yeri və mövqeyi və onun aparatı mövqeyi ilə bağlı ola bilər və Nazirlər Kabinetinin ümumi, deyək ki, yenidən təşkili düşünürəm ki, mümkün ola bilər. Çünki hazırda biz faktik olaraq bəzi funksionallığın həm prezident administrasiyasında, həm Nazirlər Kabinetində, həm də parlament komitələrində üç tərəfli təkrarının şahidi oluruq. Ola bilsin, burada bir mərkəzləşməyə və deyək ki, ümumi prosesin sadələşdirilməsinə gedilə bilər. Və düşünürəm ki, bu idarəetmə ilə bağlı, xüsusilə inzibati idarəetmə ilə bağlı əsas yük məhz 2025-ci ilin üzərinə düşdü və bu il deyək ki, bütün bu hazırlıqlar görüldü, pilot deyək ki, layihələrə baxıldı və s. Ona görə həm də əslində bu növbəti ildə böyük ehtimal tətbiq olunacaq dəyişikliklərin belə deyək, bütün bazası bu il formalaşdırılıb. Ona görə də burada daha çox məhz konstitusiya ilə bu ilin bağlanmasının əsas səviyyələrindən biri də düşünürəm ki, budur. Eyni zamanda burada hüquq mühafizə sistemində də kifayət qədər köklü dəyişikliklər əl atıldı.
Məsələn, ən son deyək ki, apellyasiya məhkəmə hakimlərinin dəyişdirilməsi və s. hansı ki, bu kifayət qədər yüksək şəkildə qarşılandı. Daha əvvəllər adı xüsusi korrupsiya hallarında, rüşvət hallarında deyək ki, hallanmamış, hər hansı belə bir bağlılığı və ya belə bir əməli ilə bağlı nə ictimaiyyətdə, nə deyək ki, peşəkar çevrədə hansısa bir hədəf olmamış şəxslərin yeni hakimlər kimi, gənc hakimlər kimi təsdiq olunması, bunlar da əslində hüquq mühafizə sistemində də kifayət qədər irəliləyişin olacağını, burada da deyək ki, müəyyən islahatların aparıldı, amma daha davamlı olacağını düşünürəm ki, göstərəcək. Burada isə əhəmiyyətli məqamlardan biri odur ki, artıq demək olar ki, bütün böyük məhkəmə institutlarında, əliyyə nazirliyində bütün böyük idarə və deyək ki, bölmələrin rəhbərləri tamamilə dəyişdirilib artıq, biz bunu görə bilirik. Eyni zamanda xüsusilə əhəmiyyətdar məsələlərdən biri oldu ki, faktiki olaraq Prezident İnstitutunun daha da güclənməsi və çox tərəfli idarə etmə deyək ki, potensialına malik olması. Məsələn, bu minvalı biz göstərə bilərik ki, artıq daxili qoşunların birbaşa ölkə rəhbərinə bağlanması və artıq bir sıra məsələlərlə bağlı təhlükəsizlik arxitekturasında həm Prezident Təhlükəsizlik Xidmətinin, həm Dövlət Təhlükəsizlik Xidmətinin paralel olaraq deyək ki, bu məlumat əldə etmə və emal etmə funksiyalarının hansı şəkildə yiyələnməsi, bu da hansı şəkildə deyək ki, ölkə konstitusiyasının qorunması ilə bağlı addımlar çərçivəsində dəyərləndirilə bilər deyə düşünürəm. Burada başqa bir məqam isə sırf siz vurğuladığınız suverenlik məsələsidir ki, keçən il bu həftələrə təxminən sirayət eləyirdi. Bu Azərbaycan təyyarəsinin vurulması ilə başlanan bir proses oldu, xatırlayırsınızsa, və bu proses sonunda gətirib Azərbaycanın konkret olaraq dövlət suverenliyini, dövlət müstəqilliyini bütün çılpaqlığı ilə ortaya çıxan bir məqam oldu. Yəni Azərbaycan tərəfi faktiki olaraq göstərdi ki, biz heç bir xarici qüvvənin, heç bir xarici dövlətin əlində deyək ki, idarə oluna bilən bir inzibati ərazi deyilik. Azərbaycan hansısa bir mandat və ya protektorat deyil ki, siz onunla istədiyiniz kimi davrana biləsiniz. Bu məsələdə də əslində Azərbaycanın daha geniş şəkildə öz suverenliyini bu müddəsini ortaya qoyduğu və müdafiə elədiyi bir məsələ olur ki, sonunda məcbur olub Azərbaycan ortaya qoyduğu bu suverenlik məsələsi ilə, deyək ki, dövlət müstəqilliyi məsələsi ilə xarici qüvvələr də hansı şəkildə hesablaşmalı olurlar. Eyni zamanda bizim Azərbaycanın öz ölkə ərazisində ərazi bütövlüyünü bərpa eləməsi və suverenliyinin həm də Qarabağ üzərində, daha doğrusu Azərbaycan Respublikası suverenliyinin daha da bərkiliyi bir, möhkəmləndiyi bir il oldu. Biz məsələn, vaxtaşırı fikir verirsə, Prezidentin səfərləri və yeni müəssisə açılışları və s. daha çox Xankəndi üzərində fokuslanır. Çünki bizim üçün Boz-zona daha çox dedikdə Xankəndi xatırlanırdı. Yəni Şuşa onsuz da Azərbaycan xalqı heç vaxt onu hansısa separatçıların onu nəzarət etdiyi bir dövrdə belə Boz-zonaya aid eləməyib. Ancaq Xankəndi və ətrafındakı bir neçə rayonda daimi olaraq bu Boz-zonaları yaratmaq cəhdi biz yenə də hətta müşahidə edirik. Hələ də məsələn biz Arar Kartunyanın həbsdən danışdığı və Ermənistan mətbuatına yayıldığı çıxışında belə biz görürük ki, yenə də həmin ərazilərə iddiaları səngimək bilmir bəzi deyək ki, revanş qüvvələri. Ümumiyyətlə, sosial şəbəkələrdə də qarşı tərəfdən olan vətəndaşları izləyəndə görürük. Bəli, Ermənistan müxalifətində Rusiyadan, Fransadan və hətta ABŞ-dan həmin xətti dəstəkləyən fərqli deyək ki, siyasi qalxımlarda və vardan aydın məsələdir ki, düz Azərbaycan aydınımız təhlükəsizlik xidmətlərinin nəzarətində bu danışıq eləyib, amma danışığında bilirdi ki, qarşı tərəfdən onun deyək ki, səsini yazan və dediklərini yazan o ailə üzvləri gedib onu mətbuat ötürəcəklər və orada bu cür deyək ki, arsaq var olacaq kimi, yəni bu cür deyək ki, safsatalar və s. istifadə edir. Bütün bunlar göstərir ki, orada bir revanşist qüvvələr yenə də bu Boz-zona iddiasını ələ çəkməyiblər və Azərbaycan tərəfi faktiki bütün həm müəssisələri, həm diplomatik nümayəndəliklər, həm fikirsə artıq əvvəllər imtina eləyən, hətta Şuşaya və s. Ağdama belə getməyə imtina eləyən səfirliklər və s. artıq Şuşada, Laçında, Xankəndidə bu tədbirlərə qatılırlar. İstəsələr ki, dövlət başçılarının qatılımı ilə biz Laçında və Xankəndidə neçə dəfə çox tərəfli sammitlərin iştirakçısı olmuşuq, bunların şahidi olmuşuq. Türkiyə ilə, Pakistanla, fərqli dövlətlərlə
Türkistan coğrafiyası ilə Mərkəzi Asiya Türk ölkələri bütün görüşlərin biz vaxtaşırı olaraq Laçında və Şuşada, Xankəndidə daha çox sammitlərin iştirakçısı olmuş, görmüşük bunları. Bizim bunlar Azərbaycan həmin ərazidəki suverenliyini artıq daha da möhkəmlətmək cəhdləridir. Eyni zamanda biz Azərbaycan unitar ərazi quruluşuna daha çox vurğunun vurulmasını gördük. Yəni sırf Naxçıvan Muxtar Respublikası timsalında yəni açıq şəkildə ölkə başçısı öz iradəsini ortaya qoydu ki, bu ölkədə cəmi bir prezident ola bilər. Azərbaycan unitar respublikadır və burada ölkənin bir rəhbəri, bir prezidenti ola bilər. Yəni burada hansısa biz Rusların dediyi çürümüş 90-cı illərin deyək ki, o düşüncələrlə xatırlayırsınız deyək ki, indi bir az çəkimi hansısa rayonda bircə başçısı olurdu və həmin rayonun özünü mini prezidenti kimi aparmağa cəhd edirdi, kortejlər və s. və s. və axır şeylər. Bir sıra rayonlarla bununla bağlı biz gülməli videolarını da internetdə görə bilirik. Və faktik olaraq bu cür müddəalar heç vaxt ortaya qoyula bilməməzliyini göstərdi. Faktik olaraq icra hakimiyyəti institutunun Azərbaycan konstitusiyasına uyğunlaşdırılması və orada bölgü aparılması, bu da birbaşa cənab prezident iradəsi ilə bağlıdır. Çünki bu Azərbaycan konstitusiyası ilə ziddiyyət təşkil edirdi. Eyni zamanda konstitusiyada burada bir toxunuş var. Çünki Azərbaycanda hakimiyyətin ən deyək ki, üst pilləsi prezident hakimiyyətidir. Naxçıvan Muxtar Respublikasında Milli Məclisin sədri idi. Naxçıvan Ali Məclisi belə ki, bizim Milli Məclisin yerli formasıdır. Yəni istəsədən ki, Azərbaycanın bir konstitusiyası, bir dövlət quruluşu var, amma Bakıda ən yüksək rütbəli şəxs prezidentdir. Rayonlarda icra başçılarıdır, onun nümayəndələri sayılır və indi növbəti nümayəndələrdir. Amma Naxçıvanda bu Milli Məclisin yerli formasına rəhbəridir. Yəni belə bir uyğunsuzluq vardı və artıq orada da bu düzəldildi. Yəni prezident xüsusi nümayəndəliyinin təsis edilmə səbəblərindən biri həm də ümumi deyək ki, ölkə ərazisinin konstitusiya və mərkəzə uyğunlaşdırılması idi. Və eyni zamanda orada bir güc ayrılığı prinsipi də orada da qorundu. Yəni Naxçıvanda da artıq bilirsiniz, həm Ali Məclisdə fəaliyyəti göstərir, Baş Nazir İnstitutu da var və prezidentin orada nümayəndəsi də var. Yəni faktiki olaraq Azərbaycanın konstitusiya modelinə uyğunlaşdırıldı və eyni zamanda Naxçıvan üzərində də birbaşa prezidentin iradəsinin biz təcəllisini gördük. Mən təşəkkür edirəm sizə Turab bəy. O qədər maraqlı danışdınız ki, heç sözünüzü kəsmədim və eyni zamanda bütün suallarımı da əslində əhatə elədiniz. Buna görə minnətdaram. Çox sağ olun ki, bizə vaxt ayırdınız və gəldiniz. Mən təşəkkür edirəm. Çox sağ olun, xoş olun. Bizim qonağımız siyasi analitik Turab Rzayev idi və biz onunla konstitusiya və suverenlik ili haqqında danışdıq. Sağ olun, salamat qalın.